Uzun illər biz çalışırdıq ki, bu 907-ci düzəlişi ləğv etdirək, ancaq bu çox çətin prosesdir və sadəcə olaraq 11 sentyabr 2001-ci il hadisələrindən sonra Amerika prezidenti bu düzəlişi öz imzası ilə aradan qaldırdı və bu davam edirdi ta 2024-cü ilə qədər. Çünki Əfqanistandakı əməliyyatlarda Azərbaycan Amerikaya lazım idi. Həm nəqliyyat, logistika, həm digər məsələlərlə əlaqədar. Ancaq əfsuslar olsun ki, Əfqanistandakı Amerikanın missiyası başa çatandan sonra, hamımız onu xatırlayırıq, necə başa çatıb. Bu Biden-Blinken administrasiyasının növbəti rəzaləti sayıla bilər. Onlardan Əfqanistandan belə xaotik qaçış və öz yaxın müttəfiqlərini orada faktiki olaraq taleyin ümidinə buraxması. Ondan sonra Biden administrasiyası bu düzəlişin aradan qaldırılmasını dayandırdı. Yəni artıq Azərbaycan onlara lazım deyildi. Əfqanistandakı missiya başa çatmışdır və beləliklə bu düzəliş yenidən tətbiq edilmişdir. Əlbəttə bizim iqtisadi inkişafımıza bunun heç bir təsiri yoxdur və ola da bilməz. Ancaq bu Biden-Blinken administrasiyasının nə qədər naşükür və nankor olmasını bir daha göstərir.